Hörmətli izləyicilərimiz, bu dəfə sizə metrodan 8-10 dəqiqəlik məsafədə maşınla gələndə kilometrajı qoşduq, avtomobillə 900 metr məsafədə, hələ piyada getsəz, ara yollarla bəlkə də ondan da yaxın məsafədə, Əhmədli metrosunun yaxınlığında 2 mərtəbədən, 4 otaqdan ibarət həyət evi çəkib təqdim edirəm. Dəyərli izləyicilərimiz, bugünkü gün üçün ev sahibinə təcili olaraq pul lazımdır. Evin təmiri yenilənib, kombisi, radiatorları, hamamın aksesuarları, hamısı qaydasındadır. 1 manat belə xərc tələb eləməyən evi yıxılmışdım. Sizə 129.000 manata təklif edirəm. Bura evimizin giriş qapısıdır. Girişdən sonra evin dəhlizi, proyekti əladır. Baxın, orada da ayaqqabı şkafı üçün yer qalır, paltar asmaq üçün yer qalır. Buradan da daha bir dəhlizi var. Deməli, burada yerləşir evin mətbəxi. Qazı, suyu, işığı hamısı qaydasındadır. Sayğaclar hamısı qaydasındadır. Kanalizasiya mərkəzləşdirilmiş kanalizasiya sistemidir. Qoşa kubiklə tikilib. Dəyərli izləyicilərimiz, illərin şəxsi tikilmiş evidir. Lüstrünə, çılçıraqlarına qədər qaydasında. Elektrik işi, santexnik şamsı gördüm. Kombisinə qədər qaydasında. Penzərlərdə raşotkaları. Evin qapısının ağzına qədər asfaltdır. Hamamın aksesuarlarına qədər hamısı tam təchizatdır. Pilləkənlər qəşəng, etibarlı pilləkənlərdir, qırılan falan deyil. Təmir ideal vəziyyətdədir, təmir yenilənib. Deməli, 129.000 manata, hörmətli izləyicilərimiz, belə genişlikdə 4 otaqdan ibarət ev, Əhmədlidə, metronun yanında inanın ki, tapa bilməzsiniz. Bir otağın qiyməti nədir? Hətta burada balkona keçidinə qədər var. Deməli, görün. Aça bilməsəm, buradan sizin üçün belə göstərərəm. Deməli, dəyərli izləyicilərimiz, sayğaclarına qədər hamısı qaydasındadır. Ətraf tam yaşayışdır, bütün yaşayış obyektlərinə yaxındır. Və 142 nömrəli marşrut var burada. Haradasa 3-4 dəqiqəlik məsafədədir və manatlıq taksilər var. Kim istəyir, yəni metroya manatlıq taksi ilə də gedə bilər. Bu otaq 5-in 5 otaqdır, 25 kvadrat yataq otaqdır, dəyərli izləyicilərimiz. 129.000 manatdır, sənət icra hakimiyyətinin verdiyi bələdiyyə sənədidir. Deməli, texpasportuna qədər var, qeydiyyata da, ailəlicə qeydiyyata da, yəni 1 nəfər, 2 nəfər, 5 nəfərdən salmaq mümkündür. İndi sizi evin qarşısı ilə tanış eləyəcəm. Baxın, dəyərli izləyicilərimiz, ev zakonlu 2 mərtəbədir. Gördüyünüz kimi 3-7 daş kürsü üzərində. Sayğacların sizə göstərim, hamısı qaydasında. Kanalizasiya mərkəzi kanalizasiya sistemi, qazın sayğacı, işığın sayğacı burada. Alqı-satqı tam notarial qaydada aparılacaq. Burada da suyun sayğacı. Ətraf da tam yaşayışlı bir ərazidir, dəyərli izləyicilər. Burada Novostroykaları görmək olur. O Gəncə təndirinin yanın, metronun yanında olan binaları. Baxın, belə bir evimiz satılır. Üstü çerepitsadır, yanan material deyil, dəmir krişasıdır. Və burada avtomobil, məsələn, ev sahibinin maşınıdır. Gəlir burada rahat saxlayır, heç bir problem yoxdur. İllərlə belə olur. Yəni, yerlər var ki, maşın saxlamaqla bağlı problem yaranır. Qəşəng, küçəsi də asfaltdır. Belə, bu evin qiyməti 129.000 manata təklif olunur. Allahın köməyinə indi danışıq aparmaq olar. Yəni sizə deyim ki, bu qiymət bir otağın qiymətinədir. Amma yenə də endirim eləmək mümkündür. Sağ olun, salamat qalın.